İnsanlar var, yaşlı insanlar da gələndə deyir ki, oğlum da mən yaşadığımı yaşamışam, mənə bir şey olmaz, elədikləriniz də mənə təsir etməz. Amma biz görürük ki, burada məsələ odur ki, insan bu şəkildə düşünüb, ona görə müraciət etməyib və ona görə düşünür ki, nəticə də olmayacaq. Bir növ öz həyatından doymuş, artıq yəni digər ailə üzvlərinə də əziyyət verməsin deyə, heç kəsə problem olmasın deyə elə yanaşır problemlə. Təbii ki, biz onun yəni danışırıq, izah edirik və artıq özü də qəbul etməyə başlayır ki, müalicənin bir həftə sonraki yox, elə deyilmiş. Çünki belə insanlar uzun müddət dərmanlar içir, reabilitasiya proseduru get-gəlli olduğu üçün onlar bundan imtina edir, biraz uzaq qalır. Amma bu prosesi düzgün doğru qurduqda insanlarda bir inam yaranır və onlar həqiqəti görürlər. İkinci növbədə yaş fərqini dedim. Bu yaşlılarda belədir, uşaqlarda daha çox laqeydlik var, daha çox dərk etmir problemi. Əgər indi etməsəm, gələcəkdə məni nə gözləyir, onu başa düşmür. Bu problemlər var. Bir də elə travmalar var ki, öz həyatlarından barışırlar. Məsələn, ağır travmalar var, kəllə beyin travmaları, onurğa beyin travmaları, hansı ki, bu insanların əlil qalma riski çox yüksəkdir və bunlar bəzi vaxtlar prosesin uzun müddətli getdiyi üçün öz talihləri barışmaq istəyirlər və bunlara da icazə vermək olmaz. Çünki döyüşmək lazımdır, mən həmişə deyirəm, mübarizə aparmaq lazımdır. Əmin olun deyirəm, siz əgər 4 əməliyyata bağlansanız, siz döyüşsəniz, siz yox, bərabər döyüşəcəyik, bərabər qələbə qazanacağıq. Onlara motivasiya olub, daha yaxşı bir həyat tərzi, daha yaxşı bir keyfiyyətli həyat sürmələrinə sövq edirik.